Hakimiyyətin boz kardinalı ilə müxalifətin lideri dövlət çevrilişində ittiham olunur. Biri DTX-da həbsdə saxlanılır, digəri isə ev dustaqlığına buraxılıb öz villasında yaşayır. Dövlətə xəyanət və çevriliş kimi ağır ittihamlarla təqsirləndirilən bu şəxslərə fərqli yanaşmaları, ümumilikdə isə həbsin detalları müxtəlif ehtimalları üz-üzə qoyub. Vaxtilə prezident aparatının rəhbəri, eləcə də Əliyevlər hakimiyyətinin əsas sütunlarından biri olan Ramiz Mehdiyev barəsində ev dustaqlığı həbs qəti imkan tədbiri seçiləndə hakimiyyət mediası yazırdı ki, güya sui-qəsd planına dair məlumatı Rusiya prezidenti özü İlham Əliyevə ötürüb. Mehdiyev bu ittihamlara cavab vermir, bir sözlə susur. 30 ilə yaxındır Rusiyanın Azərbaycandakı 5-ci kolonun başında duran şəxs kimi tanınan Ramiz Mehdiyevi Kremlin qurban verdiyinə dair xəbərləri bəzi təhlilçilər qeyri-ciddi adlandırırlar. AXCP sədrinin müavini Seymur Həzi deyir ki, indiyə qədər Rusiyanın adamı kimi tanınan Mehdiyevi Putin Azərbaycan prezidentinə satırsa, o zaman elə Putinə ən yaxın adam İlham Əliyevin özüdür. Tərəflər bir-birləri ilə razılaşıblar ki, onlar bu münaqişədən istifadə edib, onlara mane olan şəxsləri sıradan çıxartsınlar. Şişmiş repressiyalar aparatı həbslər tələb edir. Mehdiyevin həbsini İlham Əliyevin öz hakimiyyətini daha da gücləndirmək üçün həyata keçirdiyi son təmizləmə əməliyyatı da adlandırmaq olar. Carnegie mərkəzi yazır ki, hakimiyyətin bir əldə cəmlənməsi prosesinin məntiqi İlham Əliyevi alternativ təsir mərkəzlərinin ən kiçik əlamətlərini belə aradan qaldırmağa sövq edir. O ki, qaldığı 87 yaşlı təqaüdçünün dövlət çevrilişinə cəhdə ittiham olunmasına, avtoritar rejimin məntiqi hətta belə şəxslərə də ehtiyatlı yanaşmağı diktə edir. Hakimiyyətin Ramiz Mehdiyev kampaniyası həm də özünü ifşadır. Fərhadın adamıdır, konkret bu günləri qüdrəti bu siyahı Fərhadın siyasıdır, bu Əlin Sağlı siyasıdır, bu Kəmaləddinlidir, bu Ramizlidir, bu İlhamlıqdır, bu Beygirman. Xatırlayırsınızsa, Gülər Əhmədova qalmaqalı təsdiq etdi ki, Azərbaycan parlamenti seçki əsasında yox, Ramiz Mehdiyevin hazırladığı siyahıya uyğun formalaşırdı. Digər tərəfdən isə bütün icra başçıları prezident aparatının rəhbəri kimi ona tabe idilər. Belə olan halda ortaya cavabsız suallar çıxır. Ölkəni indiyə qədər Kreml idarə edib, son 24 ildə hakimiyyətin həm qanunverici orqanını formalaşdıran, həm də yerli icra edici orqanını təmsil edən şəxslər dolayısıyla Kremlin maraqlarının təmsilçiləri olublar. Amerikada yaşayan jurnalist Ələkbər Raufoğlu isə deyir ki, Azərbaycan hakimiyyəti Ramiz Mehdiyevdən Fəthullah Gülen obrazı yaradır. O, Osman Qızı kanalına verdiyi müsahibədə deyib ki, Gülenlə Erdoğan kimi Əliyevlə Mehdiyev də eyni komandada idilər. Amma Gülen hakimiyyətin içindən şişərək problemə çevrildi və sonradan FETÖ-çü damğası ilə hakimiyyətə qarşı olanlar sıradan çıxarıldılar. İndi Azərbaycanda bunun eynisi müşahidə olunur. Hakimiyyətin Ramiz Mehdiyev kampaniyasının daha bir ziddiyyətli məqamı da var. Milli Azadlıq Hərəkatından başlayaraq anti-Rusiya mövqeyi ilə tanınan bir müxalif siyasətçi məhz Rusiyanın adamı ilə işbirliyində ittiham olunur. Demokratik düşərgədə yer alan Əli Kərimli, avtoritar rejimin ideoloqu və onu ayaqda saxlayan qocaman kommunist Ramiz Mehdiyevlə necə işbirliyində ola bilər? Partiya sədri bu suala həbsindən bir müddət əvvəl Meydan TV-yə müsahibəsində cavab verir. Vaxtilə Heydər Əliyevin qalıb onunla işləmək təklifini qəbul etməmişəmsə, həm də o zaman 28 yaşımda mən dövlət katibiydim. Yəni faktiki Ramiz Mehdiyevin özünə ad qazandırdığı, demək imkanlar, imtiyazlar qazandırdığı, çox böyük sərvətlər qazandırdığı həmin o vəzifəni mən 28 yaşımda könüllü şəkildə əlimin dalı ilə itəliyib o kabinetdən, həmin kabinetdən çıxmış adamam. Maraqlıdır ki, Azərbaycan hakimiyyəti müxalifəti adətən Qərbin maraqlarının təmsilçisi kimi təqdim edib. Bəs bu dəfə nə dəyişib ki, Əli Kərimlini Mehdiyevlə işbirliyində ittiham edib Rusiyaya bağlayırlar? Müsavat Partiyasının sədri İsa Qəmbər hesab edir ki, hökumətin Əli Kərimlini Rusiyanın 5-ci kolonu ilə işbirliyində ittiham etməyinin məqsədi partiya sədrini müdafiəsiz qoymaqdır. Beynəlxalq Birliyin demokratiya, insan haqları və siyasi məhbus mövzusuna həssas hissəsi Əli Kərimlini müdafiə edəcək. Avtoritar rejimlər belə manipulyasiyaları və şişirdilmiş yalanları adətən ictimai fikirdə hakimiyyətin tənqidçilərinə qarşı etimadsızlıq yaratmaq məqsədi ilə ortaya atırlar. Bununla cəmiyyətdə müxalifətin hakimiyyətlə əməkdaşlıq etdiyinə dair şübhələr formalaşdırılır. Bu kampaniya həm də ictimai müqaviməti qırmaq məqsədi daşıyır. Siyasi analitiklər Azərbaycan hakimiyyətinin sərt repressiyalarını həm də iqtisadi və geosiyasi reallıqla izah edirlər.
Bir tərəfdən öz coğrafiyasında, eləcə də tərəfdaş olduğu Cənubi Qafqazda təhlükəsizlik və sülhü prioritetə çevirən Avropa İttifaqı üçün Azərbaycan kimi ölkələrdə demokratiya və insan haqları məsələsinin önəmi azalıb. Digər tərəfdən isə ABŞ-da hakimiyyətin başına insan haqlarını önəmsəməyən bir prezidentin gəlməsi, üstəlik İlham Əliyevin onunla yaxşı münasibətdə olması Azərbaycan kimi avtoritar rejimli ölkələrdə siyasi repressiyaları gücləndirməyə fürsət yaradır. Üçüncü Respublika platformasının qurucu üzvü Səməd Rəhimli hesab edir ki, İlham Əliyev Tramp administrasiyasının və şəxsən Prezident Trampın özü ilə görüşdən sonra başa düşdü ki, vəziyyət onun xeyrinədir. Hətta Avropa İttifaqı belə onun repressiyalarına tutarlı reaksiya verməyəcək. Səməd Rəhimlinin fikrincə, ənənəvi müxalif qüvvələr arasında Əli Kərimli sərt mövqeyi ilə seçilirdi və məhz buna görə də o hakimiyyətin hədəfinə çevrildi. Mehdiyevlə əməkdaşlığa gəlincə, Səməd Rəhimli hesab edir ki, hakimiyyətin bu şayəni yaymaqda məqsədi Əli Kərimlini nüfuzdan salmaqdır. Ramiz Mehdiyev uzun illər Azərbaycanda siyasi repressiyalara nəzarət edən adam olub və Əli Kərimli bu repressiyaların ən bariz qurbanlarından biridir. Ölkənin ciddi maliyyə böhranına doğru addımladığı bir vaxtda repressiyaların da davam edəcəyi gözlənilir. Çünki hakimiyyət böhran dövründə onun üçün təhlükəyə çevrilə biləcək istənilən tənqidi fikri və aktivliyi indidən məhv edərək ölkəni qapadır və qurduğu sistemi bu şəkildə qorumağa çalışır. Hakimiyyət mediasının qarayaxma gündəmində Müsavat Partiyasının da adı hallanır. İndiyə qədər olan repressiya təcrübəsi bu ehtimalı irəli sürməyə əsas verir ki, növbəti mərhələdə Müsavat Partiyasının da qapısı döyülə bilər.